Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşları maraqlandıran məsələlərdən biri də təhsilin magistratura pilləsində oxuyanlara münasibətdə möhlət hüququnun verilməsidir. Bəs magistraturada təhsil alan çağırışlara hansı şərtlərlə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir? Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən verilən məlumata görə hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 21.5-ci maddəsinə əsasən təhsilin magistratura pilləsində əyanı oxuyanlara bu təhsil müddətini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 21.8-ci maddəsinə əsasən isə dövlət proqramları və Elm və Təhsil Nazirliyi ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət hüququ verilir.